Hər kəsə salam. Gəlin 36-cı suala baxaq. Nüq və sertifikasiya tipli parafraza sualıdır. Parafraza o deməkdir ki, cümlənin mənasını eyni saxlayırıq, lakin sözləri dəyişirik. Deyir ki, üzbəüz ünsiyyət, məktub, telefon danışığı və e-mail kimi digər ünsiyyət növlərindən daha yaxşıdır. Biz nəzər yetirməliyik ki, cümləmiz indiki sadə zamandadır. Buna görə voz olan variant, yəni A variantı yanlışdır. Gəlin baxaq başqa elə bir variantlar. Misal üçün, D variantında kən görürük. D variantı da yanlışdır. Yəni digərlərə nəzər yetirək. B variantında deyir ki, üzbəüz ünsiyyət ən geniş yayılmışdır. Lakin xeyr, onun daha yaxşı olduğunu deyir. Ən geniş yayılmış olduğunu vurğulamır. C və E-yə baxdıqda isə E-də biz savadlılıq dərəcəsi görürük, literesi, savadlılıq. Bu söz ümumiyyətlə yoxdur. Ona görə də E variantı da yanlışdır və bir düzgün cavabımız qalır C variantı. Yəni, məktublar, e-mail və telefon danışıqları üzbəüz ünsiyyət qədər yaxşı deyil. Üzbəüz ünsiyyət daha yaxşıdır. Daha çox aydın izahlar üçün kanalıma abunə olub videolarımı izləyə bilərsiniz. Sağ olun.